Vloguma xoş gəlmisiniz. Ha, başladı. Mən də deyirəm harda qalmışdı. Xoş gəldin. Yox, evdə qalmışıq. Salam əzizlərim, hamınızı yeni vlogumda görməyimə çox şadam. Ümid edirəm ki, hər birinizin əhvalı yaxşıdır. Əgər kanalıma ilk dəfə gəlmisinizsə, hər birinizi salamlayıram. Burada birlikdə gəzirik, yeni məkanlar kəşf edirik, gündəlik həyatımı, müəllimlik fəaliyyətimi və qızım Nurla keçirdiyim gözəl anları sizlə bölüşürəm. Əgər siz də belə videoları sevirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və bildirişləri açmağı unutmayın. Bu mənə daha çox motivasiya verir. Bu vlog biraz fərqli olacaq. Düşündüm ki, yay fəslində evdə oturmaqdansa Bakı və Bakı ətrafı ərazilərdə elə də baha olmayan, amma gəzməyə dəyən məkanları kəşf eləyək. 4 gün ərzində hər gün fərqli bir yerə getdik və indi həmin 4 günü sizlərlə də bölüşəcəm. Bəlkə siz də hələ bu yerlərə getməmisiniz və videodan sonra getmək istəyəcəksiniz. Birinci gün bizim üçün çox xüsusi başladı. Çünki Rusiyada yaşayan xalam qızı həyat yoldaşı ilə birlikdə Azərbaycana gəlmişdi. Uzun müddətdən sonra yenidən görüşmək çox gözəl hiss idi. Xalam oğlu da bizə qoşuldu və hamımız birlikdə qərara gəldik ki, günü Buzovnada yerləşən Zefarımda keçirdək. Sevim səni. Sevim səni. Gəl. Necə sarıladı? Məkana çatan kimi ilk hiss etdiyim şey sakitlik oldu. Bakının mərkəzindən biraz uzaqlaşsan da tamam başqa bir atmosferə düşürsən. Hər tərəf yaşıllıq, geniş çəmənliklər, hündür ağaclar, sanki şəhərin səs-küyü bir andaca yox olur. Mən belə təbiət içində olan məkanları çox sevirəm. Parkın adı Odindir. Gözəlliyinə baxın. Bir parıldayır. Qəşəngdir. Əlbəttə ki, ən çox diqqətimiz çəkən də atlar oldu. Nur onları görəndə çox sevindi. Uşaqların heyvanlara marağı tamam başqa olur. Uzun müddət dayanıb onları izlədik. Mən həmişə düşünürəm ki, uşaqların belə yerlərə gəlməsi çox faydalıdır. Telefon və planşetdən uzaq qalırlar, təbiəti tanıyırlar, heyvanları yaxından görürlər. Qeyd edim ki, giriş haqqı adam başına 10 manatdır. Məncə belə bir ərazi üçün normal qiymətdir. Burada uşaqlar üçün oyun meydançası da var. Bundan əlavə balacalar üçün boyanma master-klassları da keçirilir. Məncə uşaqlı ailələr üçün yaxşı seçimdir. Ona qədər ilmişdir. Bu günün sonuna gəldik. Bilməm neçə qədər işləyir. Çəkmişdin normal? Biraz çəkdin yoxsa? Güncə vlogu yadımda. Məndən tuturdu çaşdı. İkinci günü isə yenə də yollandıq Buzovnaya. Bu dəfə isə yanımda sadəcə Nur var idi. Bu aralar həm Instagramda, həm də TikTokda tez-tez Ayda Parka aid videolar qarşıma çıxırdı və bu bizə maraqlı gəlməyə başlamışdı. Ona görə də qərara gəldik ki, bu günümüzü Ayda Parkda keçirdək. Düzünü desəm, mən elə bilirdim ki, park çox balacadır. Öz-özümə də dedim ki, 1 saat gəzərik, bir neçə attraksiyona mindirərəm Nuru və çıxarıq. Amma qətiyyən düşündüyüm kimi olmadı. İçəri daxil olan kimi artıq hiss etdim ki, burada bizi uzun bir gün gözləyir. Giriş cəmi 50 qəpikdir. Məncə çox münasib qiymətdir. Parkın daxilində attraksiyonlar üçün ayrıca bilet sistemi var. Bir bilet 1 manatdır. Amma ortada bəzi oyunlar var ki, o oyunların qiyməti 1 manat 2 manat arasında dəyişir. Ən maraqlı və mənim də çox bəyəndiyim hissə odur ki, bəzi oyunlarda qalib gələn uşaqlara müxtəlif hədiyyələr verilir. Bu da uşaqları daha da həvəsləndirir. Nur elə sevinirdi ki, hansı oyuna baxırdısa hamısını oynamaq istəyirdi. Mən də dedim ki, bu gün onun günüdür, qoy ürəyincə əylənsin. Bir oyundan düşürdü, o birisinə qaçırdı. Mən isə həm videolar çəkirdim, həm də onun sevincinə baxıb zövq alırdım. O nə rəngdədir? Bilmirsən? Qırmızı. Xoşuna gəldi? Kimdə var? Bəbədə də var. Mənə elə gəlirdi ki, Nur 1-2 oyundan sonra yorulacaq, sıxılacaq. Amma tam əksi oldu. Hər dəfə bir də buna da gedək, bu da var, ana bunu da istəyirəm deyə həyəcanla məni o tərəf aparırdı. Mən də dedim ki, qoy uşaqlığını yaşasın, onsuz da belə günlər tez-tez olmur. Daha sonra üz boyama köşəsinə yaxınlaşdıq. Nur heç tərəddüd etmədən unicorn çəkdirmək istədiyini dedi. Mən də razılaşdım. Bütün üz boyaması 4 manat idi, bir tərəfi isə 3 manat. Nəticə o qədər şirin alındı ki.
Çevirim sənə, özünə baxmaq istəyirsən. Belə bir şar partlatma oyunu var idi. Bir atış 1 manat idi. Bir neçə şarı partlatdınsa sənə hədiyyə verilirdi. 5 şarı partlatdınsa daha böyük hədiyyə verilirdi. Sonra belə bir atış oyununda oynadıq. Bir atış 50 qəpik idi. Bu Vikingi də çox bəyəndim, amma Nur qorxurdu deyə minmədik. Sadəcə Buzovnadan deyil, digər Bakı ətrafı kəndlərdən də Qala, Binə, Maşdağa və s. kəndlərdən də bura çox insan gəldiyi üçün hər atraksiyonun qarşısında mütləq şəkildə növbə var idi. Biz sadəcə maşın atraksiyonunda, toqquşan maşınlar atraksiyonunda gözlədik. Hardasa 20 dəqiqədən sonra minə bildik. Sonra parkın içində biraz gəzdik. Müxtəlif dekorlar, rəngbərəng fiqurlar, uşaqlar üçün hazırlanmış maraqlı güşələr var idi. Hər addımda şəkil çəkdirəsi yerlər çıxırdı qarşımıza. Mən də fürsəti əldən vermədim. Nurun çoxlu şəkillərini və videolarını çəkdim. Əminəm ki, illər sonra bu görüntülərə baxanda həm mən, həm də Nur çox gözəl xatirələrlə xatırlayacağıq. Bəzi oyunlarda Nur əvvəlcə biraz çəkinirdi. Mən əlindən tutub aparırdım. Sonra artıq öz cəsarətlənməyə başladı. Hər oyundan sonra özündə elə bir sevinc var idi ki, onu sözlə ifadə eləmək çətindir. Valideyn olaraq uşağının xoşbəxt olduğunu görmək insana ayrı bir sevinc verir. Bu oyunda balaca bir hədiyyə də qazandı. İnanın o hədiyyə onun üçün elə bir dünyanın ən qiymətli şeyi idi. Ömrüm. Bu parkda ən bəyəndiyim şeylərdən biri də o oldu ki, hər yaş qrupuna aid olan uşaqlar üçün ayrı-ayrı əyləncələr tapmaq mümkündür. Məsələn, bu oyunu həm Nur, həm də Nurdan da kiçik uşaqlar oynaya bilirdi və əylənirdilər. Tuta bilmədin? Gözlə. Bax. Gəl tut. Ala, maşallah tut. Əgər az yaşlı uşağınız varsa və həm münasib qiymətə, həm də maraqlı vaxt keçirmək istəyirsinizsə, mən Aida Parkı rahatlıqla tövsiyə edə bilərəm. Həm giriş çox ucuzdur, həm də içərisində seçim kifayət qədər çoxdur. Məncə Bakı ətrafında uşaqla gəzmək üçün ən gözəl məkanlardan biridir. Beləcə ikinci günümüz də çox gözəl və bol gülüşlü keçdi. Artıq 3-cü günə keçirik. Bu dəfə istiqamətimiz Bilgə sanatoriyası oldu. Mən əvvəllər də bura dəfələrlə gəlmişəm. Hətta deyə bilərəm ki, nə vaxt beynim yorulsa, nə vaxt sakitliyə ehtiyacım olsa, ağlıma gələn ilk yerlərdən biri məhz buradır. Bura gələndə ilk hiss etdiyim şey dənizin qoxusu oldu. Bilmirəm sizdə də belədir yoxsa yox, amma mən dənizin qoxusunu hiss edən kimi sanki bütün yorğunluğumu unuduram. Maşından düşən kimi yavaş-yavaş gəzməyə başladıq. Hər tərəf yaşıllıq idi. Hündür ağaclar günəşin istisini azaldırdı. Yüngül həsirdi. Hava da o qədər gözəl idi ki, adam heç evə qayıtmaq istəmirdi. Biz tələsmədən gəzdik. Mən bu cür yerlərdə heç vaxt tələsməyi sevmirəm. Hər tərəfi baxmaq, sakitcə gəzmək, videolar çəkmək mənə daha çox zövq verir. Əgər məqsədiniz uşağı saatlarla əyləndirməkdirsə, burada oyun və atraksiyon yoxdur. Yəni, sırf uşaq üçün tam da uyğun deyil. Amma gəzməyə, şəkil çəkdirməyə, dincəlməyə, sakit vaxt keçirmək istəyənlər üçün əla seçimdir. Nur. Üfür baxın. Bu deyil buradan bax. Sən bu deyil buradan. Eləməli.
Daha sonra dəniz kənarına endik. Sadəcə ikimiz getdiyimiz üçün ətrafdakı insanlardan şəklimizi və videolarımızı çəkməyi də xahiş eləmişdik. Sağ olsunlar, bizim gözəl şəkillərimizi və videolarımızı çəkmişdilər. Nur da dəniz kənarında daşları yığırdı, qumdan oynayırdı. Düzdür, burada uşaqlar üçün atraksiyon və ya əyləncə parkı yoxdur. Ona görə də sırf uşağı əyləndirmək məqsədi ilə gəlinəcək bir məkan deyil. Amma ailə ilə gəzmək, təmiz hava almaq, şəkillər çəkdirmək və sakit vaxt keçirmək üçün həqiqətən də gözəl bir yerdir. Biraz gəzəndən sonra artıq evə qayıtmaq vaxtı idi. Maşına minəndə düşündüm ki, yəqin ki, yenə tezliklə bura gələcəm. Çünki buranın insana verdiyi sakitliyi heç yerdə tapmaq olmur. Və indi də çıxırıq. Son. Və nəhayət gəldik 4-cü günü. Açığı bu gün ən çox sevdiyim günlərdən birisi oldu. Çünki istiqamətimiz Novxanda yerləşən Farhaus Neon Muzeyi idi. Son vaxtlar muzeyi Instagramda tez-tez görürdüm və öz-özümə deyirdim ki, Nuru da götürüb mütləq bir gün bura gedəcəm. Yola çıxmazdan əvvəl muzeyin Instagram səhifəsində paylaşılmış ünvan videosuna baxdıq ki, yolu rahat tapa bilək. Bu dəfə taksi ilə getmədik, həm qiymət çox baha yazırdı, həm də biraz fərqlilik olsun dedik. Nur üçün maraqlı bir təcrübə də oldu. Ona görə də Görəcə stansiyasına qədər sürət qatarı ilə getdik. Nur, hara gedirsən sən? Hara? Hara gedirsən? Müzeyə. Mən qatarla səyahət etməyi çox sevirəm. Tıxac olmur, yol daha rahat keçir və pəncərədən baxanda tamam başqa mənzərələr görürsən. Amma bu səfərin ən maraqlı hissəsi Nur üçün oldu. Çünki o həyatında ilk dəfə sürət qatarına minirdi. Qatar stansiyaya yaxınlaşanda həyəcanından yerində dayana bilmirdi. İçəri girən kimi pəncərənin yanında əyləşdi və yol boyu gözünü bayırdan çəkmədi. Mən də onun həyəcanını izləyib çox xoşbəxt olurdum. Düşünürəm ki, uşaqlara belə kiçik təcrübələr yaşatmaq onların yaddaşında uzun illər qalır. Qatarın yola düşmə və çatma saatlarına isə həm Instagram səhifəsindən, həm də ADN-in rəsmi saytından baxmaq mümkündür. Çatdıq Nur. Görəcə stansiyasına çatdıqdan sonra taksiyə minib qısa müddət ərzində Novxanda yerləşən Farhaus Neon Muzeyinə gəldik. İlk baxışdan bina adi görünə bilər, amma qapını açıb içəri daxil olan kimi sanki başqa bir aləmə keçid edirsən. Qaranlıq fon, rəngarəng neon işıqları və fərqli kompozisiyalar insanı ilk dəqiqədən özünə cəlb edir. Həqiqətən də burada zamanın necə keçdiyini hiss etmirsən. Bizi çox mehriban bələdçi qarşıladı və ekskursiya boyunca bizi bir an belə tək buraxmadı. Muzeyə onun müşayiəti ilə gəzdi, hər əsərin qarşısında dayanıb müəllifin nə demək istədiyini, əsərin hansı ideya əsasında yarandığını və hazırlanma prosesini ətraflı izah etdi. Mənə görə bələdçinin olması muzeyi daha maraqlı idi, çünki sadəcə baxıb keçmirsən, hər işin hekayəsini də öyrənirsən. Qeyd edim ki, muzeyə giriş böyüklər üçün 8 manatdır, mən Nur üçün isə 3 manat ödəniş elədim. Məncə burada təqdim olunan təcrübə və proqram nəzərə alınanda qiymət kifayət qədər münasibdir. Farhaus Neon Muzeyi Azərbaycanda ən fərqli incəsənət məkanlarından biridir. Muzeydə nümayiş olunan əsərlərin müəllifi Azərbaycanlı rəssam Fərid Ələkbərovdur. O, Farhaus adı ilə tanınır və neon sənəti sahəsində özünə məxsus üslubu ilə seçilir. Fərid Ələkbərov işıq, rəng və müasir incəsənəti bir araya gətirərək hər biri fərqli məna daşıyan kompozisiyalar yaradır. Onun məqsədi sadəcə göz oxşayan dekor hazırlamaq deyil, hər əsər vasitəsilə müəyyən bir hissi, düşüncəni və ya mesajı insanlara çatdırmaqdır. Muzeydə gəzərkən elə əsərlər var idi ki, ilk baxışda çox sadə görünürdü,
Amma bələdçinin izahından sonra həmin əsərə tamam başqa gözlə baxmağa başlayırdın. Bəzi kompozisiyalar insanın daxili aləmini, bəziləri sevgini, azadlığı, ümidi və həyatın müxtəlif mərhələlərini simvolizə edirdi. Mənə elə gəlir ki, sənətin gözəlliyi də məhz bundadır. Hər insan eyni əsərdə fərqli bir məna görə bilir. Ən çox xoşuma gələn məqamlardan biri isə muzeydə foto və video çəkmək üçün yaradılmış möhtəşəm atmosfer idi. Hara baxırdınsa elə bir ayırıcı fotosessiya güşəsi idi. Neon işıqları videolarda o qədər gözəl görünürdü ki, inanıram ki, vlogun ən estetik kadrları məhz buradan olacaq. Burada ne görürük? Nar. Doğrudur. Başka ne görürsünüz? Biraz arkaya geçin, dikkatli bakın. Bak buradan bakanda görsen, bak ne görürsen İmran, dikkatlerinizi bakın. Nar yazdır. Aferin, nar yazısı görürük. Narlarla nar yazısı görürük. Ve karanlık düşürsün, biraz ışıklar alabileyim. Buradan biraz ışık. Orada gördüğünüz üç güzel eser adlanır. Diğer ise bizim Esin Hanım'a aitti. Ressam təsvir edildi. Burada ne görürsünüz uşaqlar? Bəs diqqətlə baxsanız. Necikləriyle işlenirdi. Ressam Metapofen'i çok seviyor. Metapofen'i çok sevdiğinden böyle bir eser yaratırdı. Sanki ya bize çattırmak istiyor ki dünya kofeden ibarettir. Buna baksanız burada eser dokunabilirsiniz uşaqlar. Bax, İşlenmiyor. Mama baba bax. Evet. Bak. Elektrik balık Bax. tutmuş ya. Elektrik balık. Balık tutmuş orada. Abi deli terpelecek. Bax. Bu kızıl balık. Nasıl ağzı da vermez. Aa böyle balık var. Şokdadır. Sanki sudan yere düşürdü. Ayça. Tərpənmir, al. Abla oynayır. Al oynayır. Böyle kulağını öyle gıdı gıdı gıdı. Beğendin. Balıkları tutabilirsin. Tamam. İçinde de balıklar. Bunları da ressam parlatıyor. Her renkli, neon renklerle kaskaları denklik diye böyle parlıyorlar. Ve sizce orada yukarıda ramkanın içinde neyse tasvir olunur mu? Yukarıdaki aktar. Bakalım. Ha bakalım. Has bir balık. Ne gördük? Biber. Biber. Doğrudur. Şimdi bir de arkaya bakın. Boş kapılara bakın uşaqlar. Ah boş kapıları görürük. Düzdür mü ona baktıqda? Nur ora bax, Nur. Şimdi böyle bakaq. Wow. Çok güzeldi. Düzdür mü uşaqlar? Biz adi resim çəkəndə bizim bir yarım saat, bir saat, bir cüzü. Bax. Şimdi bak Nur. Çək. Əlini Kimdir Nur'un bu Nur? elleri. Gel bura Nur. Diyen bura. Küreğini söke kızım böyle küreğini. Yok küreğini bura söke böyle. Söykən, söykən belə. Aferin. Şimdi biz burada balaca bir arkaya diyen. Ay sağ ol. Elleri de böyle koy. Terpenme yaxşı mı? Başını kaldır gözünü yum. Yum gözlerin ağrımasın. Şimdi bakaq Nura. Gəl. Gəl bura. Bu kimdi? Kimdi bu Nur? Öyle şey.
Gözünü yum. Çekil. Gel. Kimdi o? Altında qara təsvir. Yuxarıda burada da ulduzlar var baxın. Kızlar. Baba. Diğer ellerdir. Yerdə də xalça imitasiyasıdır. Sanki xalça var, amma əslində bunlar da görürsüz trafaretlərlə hazırlanmış bir xalça imitasiyasıdır. Burada indi master class eləyəcəksiniz. Ayca, Baba. baxdım. Bu rəssamın atası Kemal Ələkbərov rəsmi də oldu. Yaşam balığı. Anne sana çok balığı. Gəlin hamama çıxarım oranı. Gözünüzü yumdu. Sabun belə yoğundur, baxın. Sabuna bak. Saçlarına darak top. Daraq, toplar adını hamısını yoğundular. Ay, Sən də çəhrayıdı, hə? Rəngləyəcəyik indi bunu. değişik. Sen de gel koyayım. Başlayaq. Qurula, qurula, Buradan çiz götürsen ne bence? Hansiyle götürsen? qurula, qurula, burada qurula. Sonra burada kuruluyorsan. Daha sonra boya batırırsan yaxşı. İndi götür, rənglə, çoxlu rənglə. Sen de gel boya. Ekskursiyanın sonunda isə bizi daha maraqlı bir hissə gözləyirdi. Master klassa qatıldıq. Açığı bu hissəni çox bəyəndim, çünki artıq sadəcə tamaşaçı olmursan, özündə yaradıcılıq prosesinin iştirakçısına çevrilirsən. Öz əllərimizlə Nurla birlikdə maska hazırladıq, daha doğrusu maskanı rənglədik. Bu da maskamızın son halıdır. Maska bizdə qalır. Qiyməti isə 15 manat oldu master klassla Tamam. birlikdə. Çok sağ olun. İndi qoyaq qurusun yenə. Qoy. Gel buraya. Əl vurma, əl vurma. Hansı verirdi? Heyvan. Aslında görürsünüz mü heyvada, ama biz ultrafiyoletin altında burada nar görürük. Burada dikkat eləsəz, burada sadece güneş görürük, düzdür mü? Belə isə digər planetlər üzə çıxır, baxın. Ya uzlar da Bəli, bir də ulduzlar. İlmin buradadır. Gözü sadece dənəciklərini görürük. Ama ultrafiyolette bütün narın sxemini görürük. Eşakaya bakın. Burada Venüs'te güneş. Burada ise eğilim. Bakın adi ışıkta sade ablankalar görürük. Sadece portretler. Biri ise Gel bırak kızım. Burada ise bakın şu pencere çerçevesinin içinde Ümumilikdə deyə bilərəm ki, Farhaus Neo Muzeyi gözlədiyimdən də maraqlı oldu. Əgər siz də sənəti, fərqli atmosferi, estetik görüntüləri və yeni təcrübələri sevirsinizsə, Novxanıya yolunuz düşəndə mütləq bura baş çəkin. İnanıram ki, siz də ən az mənim qədər zövq alacaqsınız.
Beləcə 4 günlük Bakı macəramızın sonuna gəldik. Bu 4 gün ərzində həm Nur, həm də mən bir-birindən gözəl xatirələr topladıq. Bir daha əmin oldum ki, gözəl istirahət etmək üçün mütləq başqa ölkələrə və ya başqa rayona getmək lazım deyil. Bəzən yaşadığımız şəhərin yaxınlığında da gözəl məkanlar var, sadəcə onları kəşf etmək lazımdır. Ümid edirəm ki, bu vloq sizə həm faydalı oldu, həm də yeni yerlər tanımağınıza kömək etdi. Əgər videonu bəyəndinizsə, like etməyi, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Növbəti maraqlı səyahətlərdə yenidən görüşənədək hələlik, sağ olun.